Hər vaxtınız xeyir olsun dostlar. Mən Tarih və Nihal. Bugün sizlərlə kompüter qrafikası dərsinin izahına başlayırıq. İlk öncə baxaq görək kompüter qrafikasının hansı növləri mövcuddur? Raster qrafikası, vektor qrafikası, üç ölçülü qrafika və fraktal qrafika. İlk öncə raster qrafikası haqqında danışıram. Raster qrafikasında hər bir təsvir piksellərdən təşkil olunur. Məsəl üçün, mən sizə bir dənə şəkil çəkməyi tapşırıram. Deyirəm ki, T hərfini çəkin, məsəl üçün. Siz T hərfini çəkmək üçün normalda nə edərsiniz? Qələmi götürərsiniz və belə bir şey edərsiniz. Bir dənə xətt çəkdim, bir dənə də belə bir şey, düzdür? Amma mən sizə desəm ki, sırf bunu raster qrafikası kimi yaradın, o zaman nə etməlisiniz? T hərfini çəkmək üçün bir sürü nöqtədən istifadə etməlisiniz. Çünki deyirik ki, raster qrafikasında hər bir şəkil piksellərdən təşkil olunur. Buna nöqtə də deyə bilərsiniz, piksel də deyə bilərsiniz. Və təsəvvür edin ki, siz burada T hərfini həqiqətən də normal T hərfinə oxşada bilmək üçün, yəni nöqtələr çoxluğu deyil də, normal T hərfinə oxşada bilmək üçün nə etməlisiniz? Burada təxminən 1 saat vaxtınız getməlidir, düzdür? Ona görə də deyirik ki, raster qrafik redaktorlar şəkillərin yaradılması üçün nəzərdə tutulmayıb. Raster qrafik redaktorlar şəkillərin emalı üçün nəzərdə tutulublar. Biz informasiyanın emalının nə demək olduğunu bilirik, düzdür? İnformasiyanın üzərində orijinal, mövcud olan informasiyanın üzərində edilən ən kiçik dəyişikliyə belə biz informasiyanın emalı deyirdik. Eyni şeylər burada da keçərlidir. Orijinal, hazır şəkli götürürsünüz, gedirsiniz, məsəl üçün, Photoshop proqramına. Məsələn, Photoshop proqramı raster qrafik redaktorlarına aiddir. Başlayırsınız şəklin rəngini dəyişməyə, şəklin parlaqlığını, effektlərini, məsəl üçün, qadın şəklidir, deyək ki, burnunu düzəldirsiniz, gözlərini çəkirsiniz, saçlarını uzadırsınız və s. və s. Bunların hamısını raster qrafik redaktorlarında mükəmməl şəkildə həyata keçirmək mümkündür. Bizim internetdə ən çox qarşımıza çıxan təsvirlər raster təsvirlərdir və bunların genişlənmələri də .gif, .jpg, .jpeg şəklində olacaq. İnternetdən hər hansısa bir şəkli götürürsünüz. Məsəl üçün, genişlənməsi JPEG olan bir dənə şəkli götürdüm, atdım Photoshop'a. Baxın, görün siz o şəklin üstünə nələr edə bilərsiniz. İstədiyiniz hər bir şey. Ona görə də nə deyirik? Raster qrafik redaktorları sırf şəkillərin emalı üçün nəzərdə tutulublar. Raster qrafik redaktorlarla bağlı olan bəzi anlayışları nəzərə salaq. Az öncə dedik ki, sırf burada şəkillər nöqtələrdən təşkil olunur, düzdür? O səbəbdən də biz deyirik ki, raster təsvirlərin əsas elementi və yaxud da elə ən kiçik elementi nədir? Piksellərdir. Və bu səbəbdən də orijinal təsvirin ayırd etməsi DPI-lərlə ölçülür. Yəni ki, təsvirin keyfiyyəti, ayırd etmə dediyimiz şey o keyfiyyətdir, düzdür? Keyfiyyəti ölçüləcək nə ilə? DPI-lərlə. DPI sözünün açılışı isə dots per inch, yəni bir düymə düşən nöqtələrin sayı ilə ölçülür. Bir düym bilirsiniz ki, 2,54 cm-dir. Yəni təsəvvür edin ki, buradır, güya ki 2,54 cm-lik hissə. Mən bura nə qədər çox nöqtə yerləşirsə, baxın, dots per inch hər 2,54 cm-lik hissəyə yerləşən nöqtələrin sayı ilə ölçülür bizim təsvirlərin ayırd etmə qabiliyyəti. Skan olunmuş şəkillərin ayırd etmə qabiliyyəti də DPI-lərlə ölçülür. Yəni belə çıxır ki, o zaman skan olunmuş şəkillər nədir? Sırf raster qrafikasına aid olan şəkillərdir. Qəbul sualıdır. Skan olunmuş şəkillər kompüterdə raster qrafikasına aid olan şəkillər kimi sayılırlar və ayırd etməsi, skanerin ayırd etməsi dots per inchlərlə ölçülür. Amma əgər sizdən monitorun ayırd etmə qabiliyyəti soruşularsa, monitorda gördüyünüz şəkillər də demək olar ki, hamısı sırf elə raster qrafik redaktoruna əlaqəli bir şeylərdir. Və deməli, monitorun ayırd etmə qabiliyyəti isə artıq PPI-lərlə, yəni ki, pixel per inchlərlə ölçülmüş olacaq. Əgər sizdən printer və digitizerin ayırd etmə qabiliyyəti soruşularsa, bu zaman LPI, yəni lines per inch şəklində cavab verməli olacaqsınız. Gəldik raster qrafikasının mənfi və müsbət cəhətlərinə. Müsbət cəhəti raster redaktorlarında işlənmiş olan foto və rəsmlərin ən yaxşı emal vasitələrinə malik olmasıdır. Az öncə də bəhs etdik. İkinci, elə bu birinci müddəadan ortaya çıxan başqa bir müsbət cəhətimizdir ki, rəng imkanları genişdir. O qədər genişdir ki, siz mükəmməl o dəqiqliyi əldə edə bilirsiniz rəngləmə cəhətdən. Mükəmməl dəqiqliyi əldə edə bilirsiniz. O rənglərin ardıcıl və tədricən paylanması, yarım tonların ötürülməsi, o canlı effekti verə bilmək söhbəti ki var, sırf o raster qrafikasının işidir və bu da müsbət cəhət sayılır. Mənfi cəhəti isə raster şəkilləri kompüter yaddaşda hədsiz çox yer tuturlar.
Çünki deyək ki, məsələn, mən ev şəkli çəkirəm də raster qrafikasında. Təsəvvür edin ki, hər bir dənə piksel kompüterin yaddaşında ayrı bir yer tutur. Yəni bu həqiqətən də belədir ki, hər bir pikselin özünün yaddaşda tutduğu müəyyən yer var ki, bunun da belə deyək, hansı meyara əsasən ölçüldüyündən biraz sonra bəhs etmiş olacağıq. İndi deyək ki, mən 100 min dənə nöqtədən istifadə etmişəm. Hər nöqtədə bir bitdir. Belə çıxır ki, həmin ev şəkli mənim kompüterimin yaddaşında 100 min bit yer tutmalıdır. İkinci, raster qrafikasında yaradılmış olan şəkilləri yaxınlaşdıranda keyfiyyəti kəskin dərəcədə aşağı düşür. Siz hal-hazırda burada raster qrafikasına aidləyən şəkli görürsünüz. Və bu hissədə isə həmən şəklin böyüdülmüş formasını görürsünüz. Fikir verirsinizsə, burada pikselləşmə dediyimiz hadisə yaranır. Yəni yaxınlaşdırdıqca keyfiyyəti kəskin şəkildə aşağı düşür. Baxaq görək digər anlayışlar nələrdir raster qrafikasına bağlı. Təsvirin fiziki ölçüsü. Təsvirin fiziki ölçüsü piksellərlə də verilə bilər. Məsəl üçün 100 piksel. Bundan əlavə ən çox qəbul imtahanlarında sırf təsvirin fiziki ölçüsü ilə bağlı ya düyüm, ya santimetr, ya millimetr kimi vahidlər istifadə olunur. Yəni neçə santimetrdir şəkil, neçə düyümdür və ya neçə millimetrdir? Adından da gördüyümüz kimi ölçü deyəndə adətən elə bunları götürmək lazımdır. Sonra kadr buferi nədir? Kadr buferi yaddaşın, qrafik yaddaşın bir hissəsidir. Bəs burada nə saxlanılır? Ekranda piksellərin işıqlanmasını təyin edən kodların əmələ gətirdiyi verilənlər massivi saxlanılır bu hissədə. Kadr buferinin dərinliyi haqqında isə biraz sonra danışacağıq. Gəldik vektor qrafikasına. Hal-hazırda siz ekranda vektor qrafikasına aid olan bir dənə şəkil görürsünüz. Baxın, bu şəkil sırf xəttlərdən ibarətdir. Yəni, vektor qrafikası raster qrafikasından fərqli olaraq nöqtələrdən yox, xəttlərdən təşkil olunmuş olacaqlar. Məsəl üçün, mən sizə desəm ki, T hərfi çəkin və bunu sırf vektor qrafikası kimi həyata keçirin, o zaman nə edəcəksiniz? Bir dənə xətt belə, sonra xətti biraz əyərsiniz. Bir dənə də xətt çəkərsiniz, bu xəttə biraz əyərsiniz və salam. Buyurun, hazırdır. Ona görə də nə deyəcəyik? Vektor təsvirlər sırf, daha doğrusu vektor qrafikasına aid proqramlar sırf təsvirlərin yaradılması üçün nəzərdə tutulublar. Deməli, raster emalı üçün nəzərdə tutulur, vektor isə yaradılması üçün nəzərdə tutulur. Bəs hansı proqramlar var və təsvirləri yarada bilmək üçün? Adobe Illustrator, Micromedia Freehand, Corel Draw kimi məşhur vektor qrafik redaktorlarımız mövcuddur. Bundan əlavə, bizim raster təsvirləri vektor təsvirlərə ixrac edən proqramlarımız var ki, bunlara biz vektorizatorlar deyirik. Diqqət edin, rasterları vektorlara çevirmək üçün proqramlardır bu vektorizatorlar. Cəmi cümlətanı 2 dənədir. Bunların xəttinə dəyməyək və əzbərləyək. Adobe Streamline və Corel Trace. Line elə xətt deməkdir. Yəni, vektor da bilirsiniz ki, xəttlərdən təşkil olunur. Buradan yadda saxlaya bilərsiniz. Trace də iz, cığır deməkdir. Cığır da adətən xətt formasında olur. Elə buradan da yadda saxlaya bilərsiniz. Belə. Baxaq görək vektor təsvirlərin mənfi müsbət cəhətləri nələrdir? Müsbət cəhətlərindən biri odur ki, raster təsvirlərinə nisbətən yaddaşda daha az yer tuturlar. Həqiqətən də belədir. Raster təsvirlərdə biz dedik ki, məsəl üçün fikir verin, burada 2 dənə xətt görürsünüz. Deyək ki, bu xəttlərdən biri, baxın, bura raster qrafikasına aiddir, bu da vektor qrafikasına aiddir. İndi xətt çəkərəm, deyərsiniz ki, raster qrafikasına bəslədiyiniz nöqtə olurdu. Yəni, nöqtə olur o demək deyil, ancaq nöqtə olmalıdır. Bu nöqtələr çox sıx-sıx, o qədər sıx-sıx çəkilər ki, artıq düz, sanki heç bir şey olmayan xəttə oxşayar. Ona görə deyək də, zaten yaxınlaşdıranda artıq o uzaqdan görünməyən nöqtələr görünməyə başlayır da keyfiyyət aşağı düşür. İndi buradakı xətt raster qrafikasına çəkilib. O zaman düşünün ki, bunlar nöqtələrdə dayanmadan burada çoxlu-çoxlu nöqtələr çəkmişəm. Təsəvvür edək ki, bu xətti çəkmək üçün cəmi 50 dənə nöqtədən istifadə etmişəm. O zaman nə edəcəm? Deyəcəm ki, bu kompüter yaddaşda 50 bit yer tutur. Deyək ki, mənim ürəyim istədi, bu xəttin uzunluğunu biraz da artırdım. Belə çıxır ki, mən nə edəcəm? Piksel sayını artırmış olacağam, düzdür? O zaman nə olur? Məsələn, deyək ki, əlavədən 5 dənə də piksel atdım bura ki, xətt daha uzun görürsün. O zaman nə olacaq? Artıq 55 bit tutmuş olacaq. Ona görə də biz deyirik ki, raster təsvirləri raster qrafik redaktorlarında xətt nə qədər uzun olsa, kompüter yaddaşda bir o qədər çox yer tutacaq. Sadəcə xətt yox ha. Nə olur olsun, şəkil nə qədər böyük olsa, kompüter yaddaşda o qədər çox yer tutar. Xətt nə qədər uzun olsa, kompüter yaddaşda o qədər çox yer tutar və s. Sırf imtahanda siz vektorla qarşılaşırsınız deyə xətt verilir deyə, ona görə xəttin üstünə gedirəm. Ancaq eyni şeyə gəlin vektor qrafikası üçün düşünək.
Buradakı xətt sırf vektor qrafikasına aid olan xəttdir. Və biz deyirik ki, vektor qrafikasında xəttin uzunluğu nə qədər böyük olur olsun. Deyək ki, bu xətt özü 2 baytdır, düzdürmü? 2 bayt. İstəyir bu 20 sm olsun, yenə də 2 baytdır. İstəyir 1 kilometr olsun, yenə də 2 baytdır. Qəti şəkildə vektor qrafikasında xətt uzandıqca kompüterin yaddaşda tutduğu yer dəyişmir. Bəs vektor qrafikasında xətt 2 dənə olarsa, yaddaşda tutduğu yer dəyişərmi? Bəli. Məsələn, 2 baytlıq 2 dənə xətt çəksəm, artıq bu 4 bayt olar da, düzdür? Belə olsa, deyəcəm 4 bayt oldu. Amma bu xəttin özünü uzatsam, deyəcəm yox, heç nə dəyişmədi, yenə də 2 bayt. Belə, o səbəbdən də biz deyirik ki, vektorlar rasterlara nisbətən yaddaşda daha az yer tuturlar. Yəni səbəbi budur. Keçdik ikinci. Təsvirlərin keyfiyyətini itirmədən ölçülərini dəyişmək mümkündür. Tamamilə müsbət və mükəmməl bir cəhətdir. Gəldim bura. Baxın, burada vektor qrafik redaktorda yaradılmış loqonu görürsünüz. Bu loqonun burada da böyüdülmüş hissəsini görürsünüz və fikir verirsinizsə, keyfiyyətində heç bir dəyişiklik baş verməyib. Növbəti müsbət xüsusiyyətimiz qurulmuş təsvirdə maksimal dəqiqliyə çatmaq mümkündür. Növbəti müsbət xüsusiyyətimiz vektor qrafikasında yaradılmış olan təsvirlər çox yüksək çap keyfiyyətinə malik olurlar və növbəti düyün nöqtələri boyunca ayrı-ayrı redaktə etmək mümkün olur vektor qrafikasında yaradılmış olan təsvirləri. Daha sonra biz deyirik ki, vektor qrafikasında yaradılmış olan şəkilləri çox sadə halda raster qrafikasına ixrac etmək mümkündür. Həqiqətən bu belədir. Siz məsəl üçün bir dənə vektor təsviri götürüb screenshot etdiyiniz anda avtomatik olaraq o onsuz da raster qrafikasına çevrilmiş olur. Bəs mənfi cəhətlərimiz nələrdir? Rəng sxemləri öz həllini tapa bilmədiyinə görə vektor təsvirlərdə realizm ənənələrinin özünü doğrultmur. Yəni rəng imkanları rasterdən daha azdır. İndi bir daha buna fikir verin. Solda gördüyünüz şəkil vektor qrafikasına aiddir. Sağda gördüyünüz şəkil isə raster qrafikasına aiddir. Fikir verirsinizsə, bu şəkillərdən hansı real mangoya oxşuyur? Təbii ki də sağdakı. Çünki raster təsvirlərdə rəng sxemi o qədər genişdir ki, burada istədiyiniz dəqiq o rəngi, keçidləri hər birini əldə edə bilirsiniz və əldə etdiyiniz şəkil çox real görünür. Ancaq vektor təsvirlərdə o rənglər olmadığına görə 100 metr məsafədən belə baxan kimi şəklin real olmadığı bilinir. Növbəti mənfi xüsusiyyətimiz raster təsvirlərin vektor təsvirlərə ixrac edilə bilməməsidir. Və üçüncü mənfi xüsusiyyət isə geniş profilli effektləri vektor qrafikasında tətbiq etmək mümkün deyil ki, biz az öncə də bəhs etdik. Əgər nəyisə effekt vermək istəyirsinizsə, onu emal etmək istəyirsinizsə, üst tutmalısınız raster qrafikasına. Vektor qrafikası sadəcə olaraq istifadə olunur təsvirlərin yaradılması. Üçölçülü qrafika. Üçölçülü qrafika interyer dizaynda memarlıq obyektlərinin, reklamların, kompüter oyunlarının, video çarxların, maşın qaymada detalların yaradılması üçün istifadə oluna bilər. Deyək ki, siz evdə gildən fincan düzəltmək biznesinə məşğulsunuz və məsəl üçün fincanın işi bitəndən sonra nə cür görünəcəyini bilmək istəyirsiniz. Bu zaman məsələn internetdən daxil olursunuz Tinkercad adlı proqrama. Burada da Tinkercaddan bir hissə görürük. Həmən orada yaratmaq istədiyiniz fincanın üç ölçülü modelini yaradırsınız və fincanın işi bitəndən sonra nə cür görünəcəyi haqqında real fikirlər əldə etmiş olursunuz. Üçölçülü layihələndirmə üçün istifadə olunan proqramlarımız hansılardır bəs? Autodesk 3D Studio Max, Maya, NewTek Lightware, Soft Image XSI, Rhinoceros 3D, Cinema 4D, ZBrush, Blender, K3D, Wings 3D və s. kimi proqramlardan üç ölçülü qrafikanın yaradılmasında istifadə edə bilərsiniz. Bundan əlavə biz software dərsindən bəri bilirik ki, avtomatlaşdırılmış layihələndirmə sistemlərimiz var və bu avtomatlaşdırılmış layihələndirmə sistemləri də biz üç ölçülü qrafikanın içərisində öyrənirik. Birinci gəldi AutoCAD. AutoCAD əsasən tikinti və memarlıq sahəsində istifadə olunur və Autodesk kompaniyası tərəfindən yaradılıb 2 və 3 ölçülü layihələndirmə sistemidir. ORCAD elektron qurğuların avtomatlaşdırılmış layihələndirməsini həyata keçirən proqram paketidir. Səhv etmirəmsə 2016-cı ilin qəbul sualı olmuşdu. MASCAD riyazi modelləşdirmədə istifadə olunan proqram paketidir. Archicad isə tikinti mebel sahələrində layihələndirmə üçün nəzərdə tutulmuş olan proqram paketidir. Keçdik fraktal qrafikaya. Fraktal qrafika əsasən eyni bir fiqurun kiçildilmiş və böyüdülmüş versiyalarının simmetrik şəkildə yerləşdirilərək fiqurun yaradılması üçün nəzərdə tutulur.
Məsəl üçün deyək ki, belə bir şəkil yaratmaq istəyirsiniz. Bir dənə kvadrat götürürəm. Bu kvadratın bir dənə kiçik versiyası, bir dənə başqa kiçik versiyası, daha sonra ortada bir dənə böyük versiyası. İndi mən heç cür simmetrik çəkə bilmədim, amma simmetrik olduğunu təsəvvür edin. Bir dənə də belə və bir dənə də daha böyük bir şey çəkək. Fikir verirsinizsə, ancaq kvadratlar istifadə olundu və bu kvadratların əsasında yeni bir təsvir yaratmağa çalışdım. Bu tipli təsvirlər sırf fraktal qrafik əsasında yaradılmış təsvirlər sayılır. Bundan əlavə siz deyə bilərsiniz ki, riyazi hesablamalarla təsvirləri avtomatik generasiya etmək üçün nəzərdə tutulan proqram sırf fraktal qrafikaya aiddir. Fraktal qrafikada təkcə şəkli çəkmək yox, bütün prosesi proqramlaşdırmaq lazım gəlir ki, ekranda belə deyək təsviri ala biləsiniz. Deməli, burada təsvirlər tənlik üzrə və yaxud da tənliklər sistemində qurulduğuna görə kompüterin yaddaşında yalnız düsturları saxlamaq tələb olunur. Yəni düsturlardan başqa heç bir şey kompüterin yaddaşına saxlanılmasına ehtiyac qalmır. Deməli, fraktal qrafikadan əsasən ekran qoruyucularında biz onlara screensaverlər də deyirik, Windowsdan xatırlayırsınız və kompüter oyunlarında istifadə olunur. Kompüter oyunlarda həm üç ölçülü, həm də fraktal qrafika istifadə olunur. Bəs fraktal qrafikada hansı proqramlar var? Art Doubler, Ultrafraktal, Fraktal Explorer, daha sonra Mystica kimi proqramları misal göstərə bilərik fraktal qrafikaya. Bunlar qəbulda ən çox istifadə olunan proqramlardır. Gəldik qrafik faylların genişlənmələrinə. İmtahanda qarşımıza raster və vektor fayllarının genişlənmələri çıxacaq. Raster fayllarının genişlənmələrinə misal olaraq BMP, PCX, GIF, TIFF, JPEG, JPG, PSD, PNG, DIP, GIF və Relay-ni misal göstərmək mümkündür. Bundan əlavə vektor qrafikası üçün CDR, FH7, FH5, AI, VMF, DXF, CGM, EPS-ni misal göstərmək mümkün olar. Bunlar bəzən sırf hansı proqrama məxsusdur kimi də soruşur ki, bunlardan hansılar soruşulursa indi də bəhs etmiş olacaq. Az öncə bir raster qrafikasını keçərkən dedik ki, internetdə ən çox istifadə olunan qrafika sırf raster qrafikasıdır və o genişlənmələr internetdə ən çox qarşımıza çıxan təsvirlərin genişlənmələri isə hansılar olacaq? GIF, JPG və JPEG. Skan olunmuş təsvirlərin genişlənməsi isə susmaya görə PCX və TIFF şəklində olmuş olurlar. Heç bir sıxma üsulundan istifadə olunmayan təsvirlərin genişlənməsi isə TIFF və PSD olacaq. Paint proqramına aid olan genişlənmələr hansılardır? Çünki sırf adətən Paint proqramına aid olan susmaya görə genişlənmə tez-tez soruşulur imtahanda. Paint proqramındakı şəklin susmaya görə genişlənməsi PNG-dir. Bundan əlavə olaraq siz həmən şəkli Save as Type hissəsində BMP, DIP, JPG, JPEG, JPEG, GIF, GIF, TIFF və ya TIFF2 faylı və HEIC formasında yaddaşa verə bilərsiniz. Bəs imtahanda bizdən soruşularsa, .ai hansı proqrama məxsus genişlənmədir? Adından da görünür ki, A, Adobe, I, Illustrator. Adobe Illustrator aiddir. Corel Draw, C, D, R. Fikir verin. Baxın baş hərflərinə. C, D, R. Nə oldu? Corel Draw, düzdür? Daha sonra FH5, FH7. İkisi də Micromedia Freehand, FH. İkisi də bura aiddir. Və Photoshop'un da genişlənməsi PSD şəklində olmuş olacaq. Bunları da əzbər bilmək lazımdır. Gəldik xüsusilə əzbərdən bilməli olduğumuz növbət isə raster, vektor və digər qrafikaya aid olan proqramlar. Bunlardan az öncə bəhs etdik. Siz də bu hissəni screenshot götürərək də əzbərləyə bilərsiniz. Təkrar qeyd etməyimə ehtiyac olmadığını düşünürəm. Bu hissə isə bizdə imtahanda soruşulmur. Ancaq yenə də siz əgər istəsəniz, belə deyək ki, bunları screenshot edib əzbərləyə bilərsiniz. Gəldik misal məsələ həllinə. Şəkillərin, təsvirlərin həcminin tapılması məsələləri. Şəklin həcminin tapılması üçün düsturumuz piksellərin sayı vurulsun 1 pikselin həcmi şəklindədir. Biz bunu A vurulsun B vurulsun K şəklində də qısa olaraq ifadə edə bilərik. A vurulsun B vurulsun K. Burada A və B təsvirin enində və uzunluğunda olan piksellərin sayı, K isə bir dənə pikselin yaddaşda tutduğu yerdir. Bu A və B adətən imtahanda bizə verilir və adətən
Məsəl üçün 1024 vurulsun 512 şəklində verilir. K isə bəzən verilir, bəzən isə bizdən gizlədilir, biz də bunu tapırıq. Baxaq görək bu tipli məsələləri nə cür işləyə bilərik. Məsəl üçün, belə bir məsələ görürəm. Əgər ölçüləri 1024 vurulsun 512 pikseldən ibarət olan qrafik təsvirin hər bir pikseli 128 sayda rəng çalarlarından birində olarsa, onda bu qrafik təsviri yadda saxlamaq üçün ən azı neçə kilobayt yaddaş lazımdır? Gəlin baxaq. Biz dedik ki, düsturumuz A vurulsun B vurulsun K şəklindədir, düzdür? Burada A və B bizə verilib. 1024-ün əvəzinə mənim üçün rahat olsun deyə 2 üstündə 10 yazıram. Vurulsun. 512-nin əvəzinə nə yazacağam? 2 üstündə 9. Daha sonra mənə deyir ki, hər bir pikseli 128 sayda rəng çalarlarına ibarətdir. Demir ki, hər bir piksel 128 bit yer tutur. Deyir 128 rəng çaları var. Yəni palitrada 128 dənə rəng var. O zaman mən palitrada bir dənə pikselin həcmini nə cür tapa bilərəm? Baxın buradakı düsturdan. Rəng çalarlarının sayı həmişə 2 üstündə n-ə bərabərdir. Və buradakı qüvvətdəki n bir dənə pikselin yaddaşda tutduğu yer olur. İndi bizdə rəng çalarlar nədir? 128. O zaman bir dənə pikselin yaddaşda tutduğu yeri tapmaq üçün mən 128-i 2 üstündə n şəklində ifadə etməliyim. 128 2 üstündə 7 deməkdir. Və biz düstura əsasən dedik ki, bu qüvvətdə yazılan n həmişə bir dənə pikselin yaddaşda tutduğu yer olur. Belə çıxır ki, bizim 2 üstü 7 rəngli palitramızda bir dənə piksel kompüterin yaddaşında 7 nə yer tutur? Bit yer tutur. Biz bunu ən əvvəldən bəri deyirik ki, informatikada nə isə qüvvətdən götürüb yazmısınızsa, bu həmişə bit sayıdır. Həmişə və həmişə heç vaxt dəyişməyən qaydamız budur. Vurulsun nə yazacağım? 7 bit yazmış olacağım. İndi fikir verirsinizsə, bu tipli məsələləri işləyəndə ümumiyyətlə həmişə vahidləri yanından qeyd etməlisiniz. Fikir verirsinizsə, ən axırda bizdən nə istəyir? Neçə kilobayt yaddaş lazım olacaq deyir. O zaman mən nə etməliyəm? Bu başdan biti kilobayta çevirməliyəm. Biz bilirik ki, bit ilə kilobayt arasında ümumilikdə 2 üstündə 13 məsafə mövcuddur. Bitdən kilobayta keçəndə isə bölmə əməliyyatı aparmaq lazımdır. O zaman mən 2 üstü 10 vurulsun 2 üstü 9 vurulsun nə eləyəcəm? 2 üstündə 13 etmiş olacağım. 2 üstü 19 və 2 üstündə 13 ixtisar gedər. Bu hissədə qalacaq. 2 üstündə 6. 2 üstündə 6 yəni 64 vurulsun 7 kilobayt qədər kompüterin yaddaşında yer tutmuş olacaq bizim təsvirimiz. Keçdik növbəti misala. Deyir ki, monitorun ölçüləri 256 vurulsun 128 pikseldən ibarət sahəni yadda saxlamaq üçün 32 kilobayt əməli yaddaş ayrılmışdır. Bir pikselin həcmi nə qədərdir? Yenidən eyni düstura müraciət edirəm. Düsturun həcmi, daha doğrusu şəklin həcmi nə cür tapılır? Şəklin enindəki və uzundakı pikselləri bir-birinə vururam. Daha sonra da bir pikselin yaddaşda tutduğu yerə vururam tapdığım cavabı. Yəni A vurulsun B vurulsun K. Bu düsturu əzbərləyin və unutmayın ki, informatikadakı demək olar ki, bütün düsturlar hər şeyin bir-birinə vurulmasına ibarətdir. Eni vurulsun uzunu vurulsun bir pikselin yaddaşda tutduğu yer. Onu da K ilə ifadə edəcəm. İndi baxıram ki, burada mənə enini və uzunluğunu verib. 256 vurulsun 128. Eni və uzunluğu həmişə bu hissədən tapırıq. O zaman 256-nın əvəzinə mənim üçün rahat olsun deyə yazacağım 2 üstünə 8 vurulsun. 128-in əvəzinə yazıram 2 üstünə 7. 2 üstündə 7. Bir pikselin yaddaşda tutduğu yeri tapmaq üçün baxıram ki, mənə heç nə verməyib. Sonra biraz da diqqətlə baxanda görürəm ki, deyir ki, bu şəkil yaddaşda 32 kilobayt yer tutur. Əməli yaddaşdan 32 kilobayt sahə ayrılıb o deməkdir ki, şəkil elə 32 kilobayt imiş. O zaman mən həcmin əvəzinə yazacağım 32 kilobayt. 32 kilobayt. Burada isə yazacağım x bit. Əgər sizdən bir dənə pikselin həcmi gizlədilirsə, x-in yanına mütləq bit yazmalısınız. Heç vaxt bayt, kilobayt və s. yaza bilməzsiniz. Bir pikselin həcmi sizdən gizlədilirsə, mütləq onu bitlərlə hesablamalısınız. İndi baxıram ki, bura kilobaytdır, bura bitdir. Olmaz belə şey. Ona görə mütləq buradakı kilobaytı bitə çevirib ondan sonra məsələni həll edəcəm.
32 kilobaytdan bitə keçmək üçün 32-ni 2 üstündə 13-ə vurmalıyam. 32 vurulsun 2 üstündə 13. Rahat olsun deyə 32-nin əvəzinə yazıram 2 üstündə 5 vurulsun 2 üstündə 13. 2 üstündə 13. Nə elədi? 2 üstündə 18 düzdür? Bərabərdir. Burada bayaqlarını yazdığımı tezdən yazıram. Yəni eni və uzunluğunu tezdən yazıram. 2 üstü 8, 2 üstü 7 topladım. Elədiyim momenti 2 üstündə 15 vurulsun x. İndi hər iki tərəfdə bitdi. Artıq heç nə yazmama ehtiyac yoxdur. O zaman burada bunları ixtisar aparacağım. 2 üstündə 18 ilə 2 üstündə 15 ixtisar gedər. 2 üstü 18 və 2 üstündə 15 ixtisar gedəcək. Burada qalacaq, deməli, 2 üstündə 3. Vəssalam. Deməli, bir dənə piksel kompüterin yaddaşına nə qədər yer tuturmuş? 8 bit yer tuturmuş. Bu qədər sadə. Bitdi. İndi məndən bir piksel yaddaşda tutduğu yeri istəyirdi. O səbəbdən də nə yazdım? 8 bit yazdım. Əgər mənə desəydi ki, paletradakı rənglərin sayı nəyə bərabərdir? O zaman yenidən 2 üstündə n bit düsturundan istifadə etməliydim. Biz nə dedik? Bir dənə pikselin yaddaşda tutduğu yer n bitdisə əgər, o zaman həmən palitrada 2 üstündə n qədər rəng var. Yəni əgər bir dənə piksel yaddaşda 8 bit yer tutursa, belə çıxır ki, bizim palitramızda 2 üstündə 8 qədər rəng var imiş. Və yaxud da mən bunun tam əksini deyəcəm indi sizə. Əgər palitrada ümumilikdə 2 üstündə 8 dənə rəng mövcudsa, o zaman bir dənə piksel 8 bitdən ibarət olmuş olacaq. O zaman mən belə bir tapşırıq verirəm. Palitrada 512 dənə rəng var. Şərhlərdə qeyd edin. Əgər palitrada 512 dənə rəng varsa, bir dənə piksel kompüterin yaddaşına nə qədər yer tutar? Və yaxud da, əgər bir dənə piksel kompüterin yaddaşında 9 bit yer tutursa, paletradakı rənglərin ümumi sayını tapın. 2 sualın cavabını şərhlərdə qeyd etməyi unutmayın. X bitlə kodlaşdırıla bilən maksimal rənglərin sayı nə olacaq bəs? X bitlə ən çoxu 2 üstündə x qədər rəng kodlaşdırmaq mümkündür. Yəni, məsəl üçün sizə deyilsə ki, 8 bit ilə kodlaşdırıla bilən maksimal rənglərin sayını tapın, deyəcəksiniz ki, 2 üstündə 8-ə bərabərdir. Məsəl üçün, yazaq belə bir şey. 8 bitlə kodlaşdırıla bilən maksimal rənglərin sayı 2 üstündə 8 və yaxud da, nə deyəcəm, 256. 10 bitlə kodlaşdırıla bilən rənglərin maksimal sayı nəyə bərabərdir o zaman? Şərhlərdə qeyd etməyi unutmayın. X bitlə ən azı neçə rəngi kodlaşdırmaq olar? Bunu isə 2 üstündə x minus 1 plus 1 şəklində tapacağıq. Yəni, məsəl üçün mənə deyilsə ki, 8 bit ilə ən azı neçə rəng kodlaşdırmaq olar? O zaman belə bir şey deyəcəm. 2 üstündə 8 çıxılsın 1, üstə gəlsin 1. Yəni, 2 üstündə 7, üstə gəlsin 1 olmuş olacaq, düzdür? 2 üstü 7 eləyəcək 128, üstə gəlsin 1 olacaq. Cavabımız 129. Vəssalam. Eyni ilə x bitlə kodlaşdırılan maksimal və minimal simvolların sayı kimdir bu düsturlar? Heç bir fərq yoxdur. Əgər siz o simvolların kodlaşdırılmasını mükəmməl şəkildə bilirsinizsə, arada hər hansısa bir fərq yoxdur, birə-bir eynidir. O zaman gəlin baxaq görək, digər anlayışlarımız nələrdir? Əslində, bunlar digər anlayışlar deyil, sadəcə olaraq bayaq dediyim anlayışlar imtahanda qarşınıza həm də bu cür çıxa bilər. Bir pikselin həcmi və yaxud da yaddaşı kimi başa düşülən anlayışlar hansılardır? Bir rəngi piksel kodlaşdırmaq üçün istifadə olunan bitlərin sayı deyilərsə, bilməlisiniz ki, bir pikselin həcmindən söhbət gedir. Rəng tərtibi deyilərsə, bilməlisiniz ki, bir pikselin həcmindən söhbət gedir. Rəng, bit və yaxud da kadr buferinin dərinliyi deyərsə, bilməlisiniz ki, yenə də bir pikselin həcmindən söhbət gedir. Yəni, məsəl üçün, imtahanda sizə məsələ düşüb və deyir ki, tutalım ki, şəkil 1024 vurulsun 512 pikseldən ibarətdir və rəng dərinliyi 8-dir. Avtomatik olaraq başa düşməlisiniz ki, bir dənə piksel kompüterin yaddaşda 8 bit yer tutur. Və yaxud da şəkil 256 vurulsun 512 nöqtədən ibarətdir. Kadr buferinin dərinliyi 3-ə bərabərdir. Nə başa düşəcəksiniz? Bir dənə pikselin yaddaşda tutduğu yer 3 bitdir. Bir piksel kimi başa düşəndə nələr oldu? Piksel kodlaşdırmaq üçün istifadə olunan bitlərin sayı deyərsə, bir pikselin həcmi başa düşürəm. Rəng tərtibi deyərsə, bir pikselin həcmi başa düşəcəm. Rəng,
bit veya kadr buferinin dərinliyi deyərsə, yenə də 1 piksel yaddaşda tutduğu yer kimi başa düşmüş olacağam. Bəs palitrada olan rəng çalarlarının sayı kimi başa düşülən anlayışlar nələrdir? Hər bir nöqtəni rəngləmək üçün müxtəlif rənglərin sayı nədir deyə soruşularsa, başa düşməlisiniz ki, palitrada olan rəng çalarlarının sayını tapmalısınız. Neçə rəngdən istifadə olunub deyə sual soruşularsa, yenə də bilməlisiniz ki, palitrada olan rənglərin sayını soruşur sizdən. Neçə rəngli rasterlı qrafik təsvirdir deyə soruşularsa sizdən, yenə də bilməlisiniz ki, palitradakı rəng çalarlarının sayından söhbət gedir. Bəs bizim rəng modellərimiz hansılardır? Deməli, SMYK, RGB, buna HSB və yaxud da HSL də deyirlər. True Color, High Color, təhlükəsiz palitra və ağ-qara deməli rəng modellərimiz mövcuddur. Bəs bunlar nə deməkdir? SMYK rəng modelində 1 piksel kompüter yaddaşında 4 byte, RGB-də 1 piksel 3 byte, True Color-da hər 1 piksel 3 byte, High Color-da hər 1 piksel 2 byte, təhlükəsiz palitrada hər bir piksel 1 byte və ağ-qara palitrada hər bir piksel kompüter yaddaşında 1 bit yer tutur. Və əslində SMYK və RGB imtahanda ən çox düşən rəng modellərdir və bunları yadda saxlamaq çox sadədir. Dedik ki, SMYK-da hər bir piksel 4 byte yer tutur. Fikir verirsinizsə, SMYK-da ümumilikdə 4 dənə simvol görürəm, düzdür? 4 simvol bərabərdir 4 byte. RGB-də isə ümumilikdə hər bir piksel kompüter yaddaşında 3 byte yer tutur. Beləliklə, burada 3 dənə simvol görürəm və deyəcəm ki, 3 byte-a bərabərdir. Bəs buradakı 4 byte, 3 byte hardan alınıb? SMYK-da ümumilikdə 256 dənə rəng var və hər bir rəngin özünün 4 dənə çaları var. SMYK 256 rəngdən ibarət dedikdə düzdür. 256 nə deməkdir? 2 üstündə 8 deməkdir. Yazıram 2 üstündə 8. Və dedim ki, hər bir rəngin özünün 4 dənə çaları var. Ona görə 2 üstündə 8-i mörtəziyə alıb, üstünə nə yazacağım? 4 yazacağım. Nəyə bərabər olacaq? 2 üstündə 32-yə bərabər olacaq. Bəs indi 32 biti byte-a çevirmək istəsəm nə edərəm? 8-ə bölərəm və 4 byte almış olaram. RGB-də də eyni şəkildə. RGB-də isə ümumilikdə 256 dənə rəng var. 256 2 üstündə 8 deməkdir. Hər bir rəngin özünün 3 dənə fərqli çaları var. Ona görə 2 üstündə 8 üstündə 3 yazıram. O da bərabər 2 üstündə 24-ə. Burada qüvvətdəki bilirsiniz ki, bitdi. Mən bunu byte-a çevirmək istəsəm böləcəm 8-ə, alacam 3 byte. Vəssalam. Monoxromu nə cür taparıq? Monoxrom ağ-qara deməkdir. Bu palitrada cəmi 2 dənə rəng var. Biri ağ, biri qara. 2 üstündə 1 yazıram və oradan da tapıram ki, hər bir piksel 1 bitə bərabərdir. Vəssalam, bu qədər. Deməli, əgər imtahanda sizə sual düşərsə, məsəl üçün 256 vurulsun 256 pikseldən ibarət olan təsvir SMYK rəng modelində hazırlanmışdır. Təsvirin yaddaşda tutduğu yeri tap. Siz oturub fikirləşməməlisiniz ki, görün mən burada 1 pikselin həcmi nəyə bərabərdir? SMYK-nı əzbərdən bilirsiniz ki, 1 piksel 4 byte-ə bərabərdir və salam yazacaqsınız. RGB düşərsə, avtomatik olaraq 256 vur 256 vur 3 byte yazarsınız. True Color düşərsə 256 vur 256 vurulsun 3 byte yazarsınız. High Color düşərsə 256 vur 256 vurulsun 2 byte yazarsınız və s. olaraq imtahanda diqqət etməyinizi istədiyim bir nüans var. Yalnızca SMYK, RGB, True Color, High Color və təhlükəsiz palitradan birini görərsiniz səhər imtahanda. Təsvirin həcmini bytelarla almış olarsınız. Və sizdən kilobayta keçməyinizi istəsə, məsəl üçün, byte-dan kilobayta keçəcəksiniz belə olan halda. Və yaxud da megabayta keçməyinizi istəsə, byte-dan megabayta keçməli olacaqsınız. Qalan bütün hallarda, məsəl üçün, ağ-qara palitra, 256 rəngli palitra, 512 rəngli palitra və s. tipli şeylər görərsinizsə isə, mütləq şəkildə cavabı bitlərlə almış olmalısınız və əgər keçid prosesi varsa, bitdən verilən vahidə keçmiş olmalısınız. Əslində biz indi deyəcəyim şeyi simvolların kodlaşdırmasından da bilirik
Sadəcə olaraq unutmuş olma ehtimalınıza qarşı onu da qeyd edeyim ki, az öncə biz dedik ki, məsəl üçün 256 rəngdən ibarət palitra verilibsə mənə, 256 2 üstü 8 deməkdir axı. O zaman deyərdim ki, 1 piksel 8 bit yer tutur. Bəs deyək ki, 90 rəngdən ibarət palitra verilib, o zaman nə cür taparam? Eynilə simvolların həcmini tapanda nə edirdik? 2-nin qüvvətinə gəlmirdisə, dərhal özündən 1 böyük olan 2-nin qüvvətini fikirləşirdik. 90-dan böyük və ona ən yaxın 2-nin qüvvəti 128-dir, düzdür? O zaman nə deyəcəm? 128 rəngli palitra kimi götürəcəm bunu. Deyəcəm ki, hər bir piksel 7 bit yer tutur yaddaşda. Son olaraq da bu sualın da cavabını qeyd edin şərhlərdə. 146 rəngdən ibarət palitrada hər bir piksel kompüterin yaddaşında nə qədər yer tutur? Düsturumuz da 2 üstündə n-dir. Bu da məndən sizə jest olsun. Dərsimiz başa çatdı. Sağ olun, özünüzə yaxşı baxın.